Sükunət vəziyyətindən hərəkətə başlayan cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. İlk 10 saniyə müddətində cisim 20 metr yol gedərsə, ilk 30 saniyə müddətində cisim neçə metr yol gedər? Məsələn, həlli üçün qrafikə diqqətlə nəzər yetirək. Qrafikdə eyni bir cismə iki müxtəlif qüvvə təsir etmişdir. 4 Newton və 2 Newton olmaqla bu qüvvələrin təsir müddətləri 4 Newton qüvvənin 10 saniyə, 2 Newton qüvvənin isə 10 və 30 saniyə aralığında 20 saniyə müddətində təsir göstərmişdir. Qüvvələrin qiymətlərinin müxtəlif olması həmin zaman aralıqlarında cisimlərin müxtəlif təcillərə malik olmasına gətirib çıxardır. Məsələnin həlli üçün yenidən verilənləri qeyd edək. F1 bərabərdir 4 Newton. İki müxtəlif qüvvə olduğundan qüvvələrin qiymətlərini indekslərindən qeyd etmək məqsəd uyğundur. İlk 10 saniyə F1 qüvvəsinin təsir müddəti 10 saniyə. 10 saniyə müddətində şərtə əsasən cisim S1 bərabərdir 20 metr məsafə qət etmişdir. Cismin başlanğıc sürəti 0-dır. Sükunət alınan hərəkətə başlamışdır. Verilənlərə əsasən biz cismin ilk 10 saniyə müddətində aldığı təcili hesablaya bilərik. Bunun üçün S bərabərdir V0T plus AT kvadratı bölünsün 2 düsturundan istifadə edək. Başlanğıc sürət 0 olduğundan verilən hədd 0-a yaxınlaşır və S1 bərabərdir. İndekslə qeyd etsək T1 kvadratı A vurulsun T1 kvadratı bölünsün 2 düsturuna gətirib çıxarır. Həmin düsturdan biz A1'i qeyd etsək 2 vurulsun S1 bölünsün T1 kvadratı bərabərdir. 2 vurulsun S1'in qiyməti 20, T1'in qiyməti 10, kvadratı 100 olar, bərabərdir. 40 bölünsün 100, 0,4. Təcili təyin etdik. Cismin kütləsini asanlıqla F1 bərabərdir MA1 düsturundan tapa bilərik. M bərabərdir F1 bölünsün A1 bərabərdir. F1'in qiyməti 4. Newton A1'in qiyməti 0,4 metr bölünsün saniyə kvadratı 40 bölünsün 4 bərabərdir 10 kiloqram. 2 Newton qüvvə üçün verilənləri yazaq, qeyd edək. F2 bərabərdir 2 Newton. F2'nin təsir müddəti 10 və 30 saniyə aralığı. T2 bərabərdir 20 saniyə. Biz S2'ni təyin etməliyik ki, ümumi məsafəni hesablaya bilək. Yəni, ümumi məsafə S1 üstə gəl S2 olmalıdır. S1'in qiyməti məsələnin şərtində 20 metr olmaqla verilib. S1'in qiyməti, S2'ni də biz hesablayaq. S2'ni də tapmaq üçün eyni qayda ilə V0 T2 minus, çünki təcil mənfi olacaq, təyin edərik. A2 T2 kvadratı bölünsün 2 düsturunu tətbiq edək. İkinci təcili hesablayaq. A2 bərabərdir, çünki qüvvələr müxtəlifdir deyə təcillər də müxtəlif qiymət almalıdır. 2 Newton bölünsün kütlə 10 kiloqram. Bu da bərabərdir 0,2. Təcili təyin etdik. Sürəti təyin edək, başlanğıc sürəti. Məsələnin həlli zamanı diqqət yetirilməli məqamlardan biri, cismin sonraki 10 saniyədən sonraki hərəkət müddətində artıq müəyyən bir başlanğıc sürətə malik olduğunu nəzərə almaqdır. Cisim bu hissədə, verilmiş qeyd olunan hissədə hərəkət edəndə sükunət vəziyyətindən başlayıb son 10 saniyədə müəyyən bir son sürətə malik olur və həmin bu son sürət alt hissə üçün, ikinci hərəkət hissəsi üçün başlanğıc sürət kimi hesablanmalıdır. Bunun üçün burada V bərabərdir V0 plus AT vasitəsilə V0 ilk halda 0 idi. Üst hissədə son sürəti hesablaya bilərik. Həmin hissənin təcili qeyd olunduğu kimi 0,4 idi. Zaman 10 vurulsun 10 bərabərdir 4. Sürəti 4 olduğunu aldıq. Məsələdə yerinə qoyub
hesablaya bilərik. Həmin bu düsturda tətbiq edək. S2 bərabərdir 4 vur. Hərəkət müddəti 20 saniyə minus təcili də mənfidir. Çünki qüvvə mənfidir. Qiyməti ikisini bərabər yavaşlayan hərəkət etmişdir. İkinci müddətdə 0,2 vur. Hərəkət müddəti yenə qeyd etdiyim kimi 20 saniyədir. Kvadratı 400 bölünsün 2 bərabərdir 80 minus uyğun ixtisarları aparsaq 40 bərabərdir 40-a. S2-nin qiyməti 40 metr oldu. Gətirib yuxarıdakı ifadədə yerinə qeyd etsək, ümumi müddətdə gedilən məsafə 60 metr. Cavab 60 metr.